Yarı verirdi oranı. Bir yerliydiler, bir naftalanlıydılar. Onlar birbirine fəxr edirlər ki, bugün Vaqifin cənazəsi gələcək. Bu öldürdüyüm o sifdə dedilər, dəyişirlər. Hələ bilinmirdi. Onu demə, orada sağ düşüb yaralı. Onu öldürüblər, zaten səngərin içində öldürürlər, Ermənistana paradan. Çəkib atmışdılar. Dostu bunlar dedi ki, sağ gələcək. Gözləyirik, dəyişəcəklər. Gözləyirik. Neçə gün orada 12 gün çəkdi də, vurulduğu ilə gəlməyin arası. Yəni, evə nə qədər bağlıydısa, o boyda da o torpağa bağlıydı. El uşağıydı. Özü istəyirdi ki, nəsə bir yaxşı irəliləyiş olsun. Gündə bir şeydə. Dedik, o qədər bizi arxaya salmışdı ki, dedi ki, heç hava ermənilər çörək maşınına atmır. Yemək yapardı. Bir gündə 30 dənə Rusiya yemək paylayırdılar. Gəlib çatanda indi də günortanı paylayırdılar. Günortanı gəlib çatanda hazırlayırdı, indi axşam öncələr. Yəni o boyda müddətə, nə boyda rotalar var idi. Balaca 60 nəfərlik, 300 nəfərlik, 100 nəfərlik düzülmüş hamısı post boyu. O postlardan gəlib deyirdi ki, atmırlar, vurmazlar, onlar vurmurlar. Aprel döyüşlərində bunu bizə dedi. Dedi ki, biz elə bilirik, yəni heç nə olmayacaq, apreldə kimi yaxşı olacaq. Dedi ki, ona görə ki, onlar da orayla gedirlər, biz də onları bular. Nəyə görə deyirlər ki, çörək maşınını atmırlar, nəyə görə? Ona görə ki, onların da maşınları, bunlar dəri ilə daşlayıb. Əskərələ yemək hali. Bir sanitarı, bir tibbi, bir də ki, çörək, ərzaq, azıqa daşıyanı vurmur. Deyirlər vurmur, amma onlar vururdu. Ona görə vurmur dedi ki, bizimkilər də onlarınkini vurar. Onlar o yüzden gedir, biz də bərüzlə. Yəni yanaşı işləyirik. Ona görə vurmurlar. And olsun Allaha, bax buralar Allahlığa qalıb, Seyran. Deyir oradan elə at sevmişlər, hər yeri kötü eləyərlərmiş. Atmadılar. Çünki atırdılar möhtərəm bacı. Sonra atdılar, müharibə vaxtı atdılar. Müharibə vaxtı atırdılar, niyə görə atdılar, amma çünki sağ olsun Ali Başkomandanımız, sizin xəbəriniz olmurdu. 4 dənə puayla naftalanı qoruyurdu. Zərərsizləşdirən şey qurdular, gətirdilər. 4 dənə puağa, bəli, zərərsizləşdirən pualar qoruyurdu naftalanı. Ona görə gələn raketlər havada vurulub salınırdı yerə. Mən icazənizlə bir Bahar Cavadomanın dəyərli yazarımızın bir şeirini demək istərdim. Gündən el qeydinə qalanın, vətən deyib canın oda salanın, düşmənlərin kökünə od vuranın, ayana, cəmi şəhidlərin anasısan sən. İmamlar tək susuz ölənlərin də, qolu yox, başı yox gələnlərin də, yarının çiynində gedənlərin də, ayana, cəmi şəhidlərin anasısan sən. Həyatda məqsədi alınmayanlar, vağzalı havası çalınmayanlar, can verən zaman, ay möhtərəm ana, ovunmayanlar, cəmi şəhidlərin anasısan sən. Övladını qucağına almayan, bəylik paltarının qatı solmayan, arxasında nişanəsi qalmayan, möhtərəm ana, cəmi şəhidlərin anasısan sən. Nanəcib yağıya boyun əyməyən, dostlara əl tutan, özünü öyməyən, yarının əlinə əli dəyməyən, cəmi şəhidlərin anasısan sən. Azadlıq söylədi keçdi canından, laləzar yaratdı axan qanından. Qürur duyduğumuz bəhruzumuzdan, cəmi şəhidlərin anasısan sən. Baharam, baharam heç zaman demərəm əbəs. Anaya, vətənə tapılmaz əvəz. Bizi nanəciblər tanıya bilməz. Cəmi şəhidlərin anasısan sən. Ayana, bütün şəhidlərin anasısan sən. Hamısının yeri cənnət. Əllərindən